Salam, xoş gördük hər birinizi. Salamlar. Bugün Karyera Söhbətləri podkastımızın ikinci buraxılışındayıq. İlkin olaraq istərdim ki, özünüzü təqdim edəsiniz. Buyurun Novruz bəy. Novruz Əsənov bir ekosistem tərkibində ekosistem analitikası şöbəsinin rəhbəriyəm. Həm də ki, eyni zamanda Kod Akademiyada IT Business Analysis və data analitika proqramlarının rəhbəriyəm. Buyurun Təminə xanım. Mən Təxminə Novruzova 15 ildən çoxdur HR sahəsində fəaliyyət göstərirəm. Hal-hazırda Dost Rəqəmsal İnnovasiyalar Mərkəzində rəqəmsal proseslərin inkişaf şöbəsinin rəhbəriyəm. Eyni zamanda karyera koçu, həm də müxtəlif soft skills və HR sahəsində təlimlər verirəm. Çox sağ olun. Mən vaxt itirmədən suallara keçid eləmək istəyirəm. İlk sualım elə belədir. Təminə xanım, istəyərdim sizinlə başlayaq. Karyeranızın əvvəlində doğru hesab etdiyiniz, amma təcrübə qazandıqca fikrinizi dəyişdirdiyiniz yanaşma nə olub? Karyeramın ilk illərində ən çox qeyri-müəyyənliyə qarşı dözüm yox idi. Bir immunitet formalaşdırmaq lazım idi və eyni zamanda mükəmməlliyətçilik, çox detallara fikir verirdim, çox mükəmməlliyətçi idim. Ancaq zaman keçdikcə bunu daha çox əvəz elədim. Qeyri-müəyyənliyə qarşı bir immunitet yaratdım özümdə. Yəni müəyyən bir şeylərin görünməməsi, bilinməməsi bu heç də bir qorxulu bir şey deyil və bunu zamanla anladıqca, başa düşdükcə problemlərə daha rahat yanaşmaq olur və öz üzərində işləyərək daha çox uğur əldə etmək olur. Mükəmməlliyətçiliyə gəldikdə isə, yəni daha çox detallara fikir verdikdə müəyyən şeylərə yetişmək və yaxud da öz üzərində inkişafla bağlı müəyyən şeylərdə problemlər yarada bilirsən özün özlüyündə, öz belə deyək, bacarıqlarına, sərhəd çəkirsən bacarıqlarını. Ona görə də bu şeylərə daha çox perfeksionist olmaq yox, daha çox biraz soft yanaşmaq, hadisələrə, problemlərə, baş verə biləcək gələcək risklərə daha soft yanaşanda daha çox uğurlu olmaq olur. Buyurun Novruz bəy. Okay, mən əslində Təxminə xanım dediklərini bir növ təkrar edəcəm, amma öz baxış bucağımdan, prizmamdan, öz əhvalatımı danışacağam. Deməli, karyeramın ilk mərhələlərində təcrübəçi adımlarında belə deyək, rastlaşdığım ən böyük problemlərdən biri o idi ki, universitetin bizə, ali təhsilin bizə aşıladığı bu çəhrayı eynəkdən çıxmaq istədiyimdən daha yavaş və pis gedirdi. Belə ki, hər şeyin müəyyən olması bizə aşılanır. Bu təhsildən irəli gəlir, cəmiyyətdən irəli gəlir və s. Yəni, mən düşünürəm ki, əməkdaşım sahəmdən, vəzifəmdən asılı olmayaraq, mənim iş həcmim bəlli olacaq, mənim tapşırıqlarım olacaq, bu tapşırıqları mənə verəcəklər. Mən bu tapşırıqları icra edəcəm və icra edədiyim təqdirdə mən çox uğurlu bir əməkdaş sayılacam və karyera mərhələlərini atlayacam. Belə deyildi. Yəni, mən özüm mükəmməlçiliyi deyim, praqmatizmi deyim, tərəfdarı olduğum bir yöndür və səmtdir. Və başa düşəndə ki, qeyri-müəyyənlik qaçılmazdır, deməzdim ki, qorxu var. Deyərdim ki, məndə tolerantlıq yoxdur. İndi də müəyyən cəhətləri deyə bilərəm ki, qeyri-müəyyənliyə tolerant yanaşmıram. Hər şeyin proseduru olmalıdır, hər şeyin aydın yolu olmalıdır. Hətta qeyri-müəyyənliyə dair Təxminə xanım çox gözəl vurğuladı ki, müəyyən bir əcəndə, müəyyən bir plan olmalıdır. Yanaşma üsulu olmalıdır ki, xaosdan qaçılmalıdır. Bugün mən bu reallığa, bu qərara, bu fəlsəfəyə sahibəm. Amma karyeramın ilk addımlarında qətiyyən qeyri-müəyyən təhlükələr qarşısında aciz idim və bu məni bəlkə də bir neçə mərhələ geri saldı. Çox sağ olun. Deməli, mən növbəti sualıma keçid eləyəcəm. Əslində çox maraqlı sualdır. Karyeranızda sizi rahatlıq zonasından çıxaran, lakin sonradan inkişafınıza ciddi təsir edən qərar hansı olub? İlk illərdə rutin işlər, mən daha çox, məsəl üçün, fokuslanırdım ki, bu işi gördüm, bu işi artıq bilirəm, bu yaxşıdır, mən artıq bunu bilirəm. Burada da bir qeyri-müəyyənlik, belə deyək, qarşı o immunitetin olmamasına irəli gəlir də, bu iş bildiyim işlərdir. Və bu işlər üzrə mən bu prosesləri icra edə biləcəm.
Amma müəyyən vaxt keçdikdən sonra sən baxırsan ki, sənin daxilində nəsə bir inkişaf etmə istəyi və yaxud da ki, bir rəqabətlilik, bir bazara göz atanda baxırsan ki, filan kəs sertifikat aldı, filan kəs daha yaxşı irəlilədi, bu gün aparıcı mütəxəssisdir, sabahlar baş mütəxəssis oldu. Bu şeylər, bu rəqabət içində formalaşdırdığın rəqabət səni məcbur eləyir ki, sən o qaldığın yerdən inkişaf etməyə doğru irəliləyəsən. Yəni o komfort zonada bir növ belə deyək, məndə o qeyri-müəyyənliyə qarşı iradə olmadığı üçün komfort zonada qalmışdım, amma o rutin işlərə öyrəşmişdim, amma o rəqabət hissi, inkişaf etmə istəyi məndə bunu kəskin şəkildə məni oradan çıxartmağa məcbur elədi və yaxşı da ki, bunlar baş verdi və artıq belə deyək, o istək, o inkişaf etmə istəyi, o rəqabətlilik istəyi səni get-gedə daha çox inkişaf etməyə məcbur eləyir və illər keçdikcə də baxırsan ki, sən artıq o komfort zonaya hiss eləyəndə ki, düşürsən, artıq başlayırsan ki, yox, mən deyəsən gəlirəm ora, nəsə etməliyəm. Məsəl üçün, o karyera, mən artıq 15 il təcrübəm var, belə deyək. İndi mən nə edirəm, indiki təcrübəmlə də paylaşa bilərəm. Artıq başqa bir peşələr özümə seçə bilirəm. Məsəl üçün, pedaqoji fəaliyyətlə məşğul olmaq, təlimçiliklə və yaxud da digər sahələr, digər mövzularda, müxtəlif mövzularda təlimlər vermək. Yəni, bu səni məcbur, daim inkişaf etmək istəyi, daim yeniliklər səni məcbur edir ki, o zonada qalmayasan və çıxasan. Əgər belə bir şey hiss edirsinizsə, daxilinizdə belə bir istək var inkişafla bağlı, bunu mütləq arxasınca gedin. Buyurun, Novruz bəy. Okey, karyeramda məni komfort zonamdan çıxardan, amma böyük inkişafa gətirən qərar. Yəni ki, belə deməliyəm, düzdür? Bəli. Düşünürəm ki, bu bir çox hallarda belədir. Biz əgər hər şeyin müəyyən olduğunu gözləyiriksə, tapşırıq var, iş həcmi var. Yes, çox sağ olun. Bu tapşırıqları icra elədim, hər şey yaxşı olacaq. Sertifikatları aldım, tədris kvalifikasiyamı artırdım və s. Mənim subyektiv fikrimə görə bu sizi mütəxəssis səviyyəsinə, yəni təcrübəçi kişi mütəxəssis səviyyəsinə, mid-level-a qədər gətirə bilər. Amma o anda sizdən yeni bir gözlənti ortalığa çıxacaq. Belə ki, siz aparıcı, baş şöbə rəhbəri, menecer, team lead artıq müəyyən bir idarəetmə əməliyyatlarını icra edəcək kvalifikasiya və bacarığa sahib olduğunuzu sübut etməyə bir düşün. Siz öz iş həcminizi helikopter view deyirlər də, iri həcmdə görməyi bacarmağa başlamalısınız. Cürbəcür praktikalar var da bilavasitə analitika sahəsində ki, mən hər şeyə qıraqdan baxıram. Bird view, large scale view və s. və ilaxır. Yəni, mən prosesə baxıram. Təkcə prosesin öz iş həcmi aid olan hissəyə yox. Mən əgər analitikaya da müəyyən bir iş həcmi ilə məşğullamsa, bu iş həcminin proses olaraq maliyyəyə, insan resurslarına, təminata, müəyyən biznes vertikallarına təsirini də nəzərə almalıyam. Nəzərə aldığım təqdirdə mənə çox çətin olacaq. Çünki məni həmişə müəyyən bir normalar, müəyyənlik standartları sıxışdıracaq ki, axı bu mənim işim deyil. Bu ərəfədə artıq sizin vəzifə öhdəliklərinizin rəhbərlərimiz tərəfindən daha fərqli səmtlərdə incələndiyini görəcəksiniz. Ki, Novruz, okey, təhlillə məşğulsan. Bəs nə görə nəzərə almadın ki, sənin təhlilin nəticəsi təkcə biz yox, həm də ki, insan resurslarına təsir edirdi. Bəlkə deyəcəklər, bəlkə yox. Və bu, komfort zonadan çıxmaq üçün ən böyük maneədir, ən böyük qərardır. Və siz daimi incədəcək. Amma uğurlu olduğunuz təqdirdə, mən bugünə kimi deyə bilmərəm ki, uğurluyam yoxsa yox. Mənim inkişaf istiqamətində deyə bilərəm. Hələ də çox səmtlərdə nöqsanlarım var. İri miqyasda hər şeyə baxmaq bacarığı və bacarıqda inkişaf etmək istəyi komfort zonamdan məni çıxartdı, amma inkişafıma da səbəb oldu. Buyurun. Mən növbəti sualıma keçid eləyirəm. Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə hansı insan bacarığının heç vaxt aktuallığını itirməyəcəyini düşünürsünüz? Çox gözəl bir sualdır. Təşəkkür edirəm.
Süni intellekt dövründə və texnologiyanın günbəgün sürətlə inkişaf etdiyi bir dövrdə bəzən deyirlər ki, süni intellekt gəldi və süni intellekt insanları əvəz edəcək, insanlar gələcəkdə işsiz qalacaq. Bu kimi düşüncələr yayılıbdır. Ancaq mən deyərdim ki, süni intellekt insanı deyil, gələcəkdə süni intellektdən istifadə edə bilməyən insanlar arasında bir rəqabət olacaq. Yəni süni intellektdən istifadə edə bilən və edə bilməyən insanlar arasında bir rəqabət olacaq və yəni burada süni intellektdən indi hal-hazırda demək olar ki, bütün vəzifələrdə süni intellekt alətlərindən istifadə olunur və burada əsas bacarıq nədir? Düzgün prompt yaza bilmə bacarığıdır. Təbii ki, süni intellekt heç vaxt insanı əvəz edə bilməyəcək. Müəyyən şey, yəni süni intellekt bizim bir iş yoldaşımızdır, belə deyək. Bizə nədəsə bir şeydə kömək eləyir, əlimizdən tutur. Ancaq insan hisslərini, duyğularını heç vaxt əvəz edə bilməz. Buna aiddir emosional zəka, mən deyərdim, kommunikasiya bacarıqlarıdır və tənqidi düşüncə. Emosional zəka bacarığı, yəni burada empatiya da daxildir bu bacarığa. Təbii ki, bir çox bacarıqlar, alt bacarıqlar var, amma ki, emosional zəka yəni həm liderlərin idarə etmədə, həm eyni zamanda işçilərin də yiyələnməli və bu daima lazım olan bir bacarıqdır. Kommunikasiya bacarığı, ünsiyyət bacarığıdır. Hansı ki, bunu süni intellekt heç vaxt insan əvəz edə bilməz. İnsan daima təmas sevən varlıqdır və daima ünsiyyətdə olmaq istəyir, daima anlaşılmaq istəyir, daima hiss etmək istəyir. Çünki biz duyğusal bir varlıqlarıq və kritik düşüncə bacarığıdakı bu insanlar, yəni kritika olmasa, tənqid olmasa, insan necə inkişaf edə bilər? Yəni və yaxud da ki, özünə qarşı bir kritik düşüncəsi olmasa, tənqidi bir yanaşması olmasa, insan inkişaf edə bilməz. Yəni bu bir çox bacarıqlar mən bura aid edərdim. Demək olar bütün bacarıqlar, amma mənim üçün aktual, yəni bu üç bacarıqdır ki, yəni bunlar heç vaxt əvəz oluna bilməz. Nə qədər texnologiya inkişaf etsə də, əksinə get-gedə insani duyğulara, hisslərə daha çox ehtiyac yaranacaq. Burada koçları, psixoloqların işi gələcəkdə daha çox olacaq. Çox sağ olun. Buyurun, Nağız bəy. Çox sağ olun. Deməli, bu sualda da mən Təxminə xanımın dediyinə qoşulacağam, amma çox güman ki, xülasə səmtində deyəcəm, öz, yəni deyirəm, baxış bucağımdan, öz prizmamdan, öz baxış prizmamdan. Deməli, süni intellektdən danışdıqsa gəlin oradan da başlayaq, hype tabi olaq. Süni intellekt alətləri günümüzün iş həcmini, mütəxəssislərin işini asanlaşdıran çox böyük bir alətdir. Amma eyni zamanda ən böyük təhlükədir. Və mən burada etik normalar haqqında, məlumat təhlükəsizliyi haqqında, cəmaatın iş yerlərini itirə bilər təhlükəsi haqqında danışmıram. Təhlükəli alətdir ona görə ki, bəşəriyyət, insan fərd olaraq düşünür ki, süni intellekt müəyyən bir işi həmin fərdin yerinə, həmin fərdin bu işi öncə gördüyü keyfiyyətdə görəcək. Bu, necə deyərlər də, ceteris paribus. Qəbul olunur ki, belədir. Nə gözəl, bu danışır, bu mənə cavab verir, bu mənim üçün fayllar yaradır, video yaradır, content məzmun yaradır, təhlil edir mənim üçün. Wow. Və Təxminə xanımın dediyinə burada qoşuluram ki, yumşaq bacarıqları əvəz etmək hələ də süni intellektdən heç yaxın da durmadığı bir sahədir, imkandır. Emosional dəraki haqqında danışaq və yaxud daha belə loru dildə desəm, son istifadəçiyə mən müəyyən bir dəstək göstərirəmsə, xidmət göstərirəmsə, bir mütəxəssis olaraq, həmin son istifadəçinin əsl məqsədlərini və yaxud müəyyən bir tapşırığın icrasından gözləntilərini mən bilirəm. Bir neçə səbəbə görə. Bu insanı tanıyıram, iş həcmini başa düşürəm, bayaq o konfor zonadan çıxma məsələsi, prosesləri iri baxış bucağından baxa bilirəm. Bu sadaladıqlarımın heç birini günümüzün süni intellekt alətlərinin ən güclüləri belə edə bilmir. Ona görə də ən böyük dostumuz və ən böyük təhlükəmizdir süni intellekt. Amma belə deyim, klişə kimi qəbul olunan səbəblərə görə deyil, yumuşaq bacarıqlarımıza sahibdir yanlış düşüncəsinə görə süni intellekt bizim üçün təhlükədir. Və gələcəyin peşələri bu mühitdə həmin bu məsələləri düzgün idarə edə bilmək süni intellektdən Təxminə xanımın sözlərinə bir daha qoşuluram. Düzgün istifadə etmək bacarığına sahib
baş aparıcı senior vəzifələrin sahiblərinə söhbət gedir və sahədən fərqli olaraq. Və burada digər bir dilema var. Əgər bu süni intellektdən istifadə edəcək senior vəzifəli insanlara ehtiyacımız olacaqsa, bu seniorlar kimdən yetişəcək? Əgər bu junior və yəni kiçik və orta səviyyəli mütəxəssisləri süni intellektə əvəz edəcəksə, bu seniorlar kimdən yetişəcək? Bu dilemadır. Amma onlara həmişə ehtiyac qalacaq. Doğrudan effektiv şəkildə işini təşkil etmək istəyən qurum başa düşəcək ki, yumşaq bacarıqların funksiyasını yerinə yetirəcək istənilən sahədə müəyyən bir heyət qalmalıdır. Bu mənim belə subyektiv fikrimdir. Sağ olun. Sağ olun. Son olaraq bizi izləyən, bizi dinləyən gənc mütəxəssislərimizə nəyi tövsiyə etmək istəyərdiniz? Buyurun Təminə xanım. İntervyularda, müsahibələrdə ən çox rast gəldiyim məqamlar var ki, görürük ki, 30 yaşında və yaxud da ki 35 yaş var, 25 yaşında hələ də axtarır, nəsə axtarır. Baxırsan ki, müxtəlif sahələrdə işləyibdir, ancaq hələ də tam özünü tuta bilməyib, yenə də axtarır neysə bir şey. Bu baxımdan gənc mütəxəssislərə arzulayıram ki, birinci növbədə özlərini kəşf eləsinlər, öz bacarıqlarına fərqində olsunlar. Mən nəyi bilirəm, nəyi bacarıram, özləri ilə tanış olmaq, fərqindəlik. Bu çox yaxşı bir şey, güclü bir şeydir və bu müsahibələrdə, iş dünyasında bu çox aydın hiss olunur. Fərqindəlik yaşayan, öz üzərində işləyən, özü ilə tanış olan insanlar, mütəxəssislər dərhal hiss olunur. Və sən düzgün özündə olan bacarığı tapdıqdan sonra ki, mən nəyi bilirəm, nəyi bacarıram, bilmək okey, yəni bilmək bu yəni sonradan da qazanıla bilən bir şeydir. Amma bacarmaq, bu bacarıq həmişə biliyi idarə edir. Bacarmaq yəni biraz ailədən, kökdən falan gələn bir şeydir. Yəni sən fərqində olmalısan ki, mən nəyi bacarıram, o bacarığa uyğun bilikləri sonra da əldə etmək olur. O bilikləri qazanaraq, düzgün yol özünə seçərək çox gözəl karyera qurub irəliləmək olur. Nəinki biraz burada, biraz o sahədə özümü tapmaq kimi düşüncə ilə işləmək düzdür. Mən yenə də dəstək oluruq biz belə gənclərə. Yenə də insanların köməyi, hər kəs belə deyir, hər kəs fərqindəlik yaşaya bilmir. Amma tövsiyə kimi sualı verdiyiniz üçün mən deyərdim ki, yəni bunları kəşf edəndən sonra yollar çox gözəl açılır. Buyurun Novruz bəy. Çox sağ olun Mariya xanım. Deməli, gənclər hansılar ki, karyeralarına yeni başlayır, onlara nə tövsiyə edirik? Düzdür? Okey. Məni burada sevindirən bir hadisə var. Əgər 30 il bundan qabaq mənim subyektiv fikrim, arqument deyil, amma həm fikirlərim var düşünürəm. İxtisas seçimi, sahə seçimi, müəyyən bir dəb dalınca qaçmaq demək idisə, bugün də bu hadisələr var, çox güman, amma qat-qat daha az miqyasdadır deyərdim. Həm də ki, Kod Akademiyada tədris etdiyim müddətdə də buna şahid oluram və bu məni sevindirir. Tövsiyəm, seçilən sahədən asılı olmayaraq, bugün də toxunduğumuz məqamları dilə gətirək. Bir şeydən qorxun, əziz gənclər, o da ki, rutinə düşməkdən. Bir neçə səbəbi var bunun üçün. Təbii ki, süni intellekt təhlükəsi də bunlardan biridir. Həm də ki, süni intellekt qalsın bir yana. Sizi hansısa texnologiya əvəz eləyəcək və s. Məsələ o deyil. Siz hətta heç bir texnologiya tərəfindən, texnoloji inkişaf tərəfindən əvəzləmə riski yaşamasanız belə, rutin daxilində mənim tapşırığım var, mən onu icra edirəm. Və bir çox sahə, xüsusilə IT sahələri arasında elləri var ki, hansılar ki, bu təcrübəçi kiçik mütəxəssis, orta mütəxəssis səviyyəli gəncləri bu rutinə salır. Tapşırıq olacaq, icra edəcəksən, tapşırıq olacaq, icra edəcəksən. Amma əslində sizə verilən tapşırıqlar ilə sizdən gözləntilər həmişə fərqlənəcək. Və burada yenə sahədən fərqli asılı olmayaraq. Sizə tövsiyəm odur ki, təcrübəçi olsanız belə, ilk iş gününüzdən fərqlilik yaratmağa çalışın. O klişe insan resursları sualı var rekrutun zamanı. 5 ildən sonra özünüzü harda görürsünüz? 5 ildən sonra özünüzü orada görməlisiniz ki, çalışdığınız qurum daxilində fərqlilik yaradan, yaxşı səmtdə fərqlilik yaradan, dəyişiklikləri gətirən bir mütəxəssis olasınız sahəvizdən asılı olmayaraq. Heç bir zaman özünüzü rahatlaşdırmayın ki, mən belə sahədəyəm ki, bizim işimiz müraciət qəbul edib, tapşırıq qəbul edib, onları icra etməkdir. O halda sizin karyera inkişafınız çox pis bir mənada düz xətt üzrə inkişaf edəcək. Belə.
Burada bir məqama da toxunmaq istəyərdim. Hal-hazırda proqramistlər, proqramçıların sayəsində, məsəl üçün, əvvəl 2-3 il bundan öncə biz kod yazan əməkdaşları axtarırdıq, yəni tapmaq da biraz çətin idi. İndi artıq süni intellekt onları əvəz edibdir. Yəni Vibe coding. Bəli. Artıq yəni bu şeylər, bu məqamlar çoxdur. Burada yəni demək istədiyim odur ki, süni intellekt bizimlə artıq yaşayır, bizimlə gedir. Nə etmək lazımdır? Yəni Novruz bəyin də qeyd etdiyi kimi daima o inkişafa açıq olmaq. Yəni hər an sənin peşən dəyişə bilər. O peşənin də dəyişməsi üçün daima inkişafda olmaq, öz üzərində işləmək, sahəni dəyişməyə belə açıq olmaq. Yəni bu açıqlıq daim səni bugün proqramistsən Java-da, sabah C# keçə bilərsən. Digər dillər çıxacaq. Çox güman ki 5-10 il ərzində başqa və yaxud da ki başqa bir şey olacaq. Bəlkə heç proqramistlərə ehtiyac olmayacaq. Süni intellekt artıq mütəxəssisləri yeni anlayışlar, prompt yazma, prompt mühəndisləri belə bir anlayış gəlibdir. Artıq bazarda belə bir mühəndislər də tələb olunur. Yəni artıq sən hər dəyişimə açıq olmalısan. Və əslində əmək bazarında olan dəyişikliyə biz ayaq uydurmalıyıq. Məsələ budur. Elədir ki, Yəni gənc mütəxəssislərimiz, gənc tələbə və məzunlarımız bu yeniliklərə açıq olmalıdır, özlərini bu sahədə inkişaf etdirməlidir. Çox sağ olun. Həqiqətən maraqlı söhbətimiz oldu. Növbəti görüşlərdə görüşmək ümidi ilə. Sağ olun. Siz sağ olun.